Hər kəs diqqətlə qulaq assın. Paltaryanla bağlı elə bir məlumat verəcəm ki, həmişə bu sualın cavabını axtarmısınız, amma tapa bilməmisiniz. Və bu sualın cavabı sizin həyatı boyu elə suallar var ki, bu yaddaşıcı olur. Bunun sualın cavabını heç vaxt tapa bilmədim. Və o sualın cavabı bugün tapılacaq. Orada bir dənə quş qoyacaqsınız ki, bu sualın cavabı tapıldı. Yəni ki, paltaryanla bağlı elə bir məlumat verəcəm ki, sizə həmişə maraqlı olub, amma tapa bilmirsiniz ki, niyə belə olur. Deməli, çox suallar yorumlarda paltaryanla bağlı mənə gəlir ki, paltaryamıza ətir vezi tökürəm, amma ətir iyi gəlmir, qəşəng iyi gəlmir paltarlardan. Niyə? İndi bugün onun izahını verəcəm. Axıra qədər baxın, qulaq asın. Bu hər modeldə belədir. Yəni təkcə Samsungu çəkmişəm, deməli buna aid deyil. Bütün modellərdə bu səhvi eləsəz, paltaryamızın paltarlardan qəşəng iyi gəlməyəcək. Ətir vezi tökürsüz, amma qəşəng iyi gəlməyəcək. Bu nədir məlumat? Heç olmasa yorumlarda bir dənə sağ ol yazarsınız, çox sağ ol yazarsınız. Çünki mən sizə bu qədər maarifləndirici videolar çəkirəm. Təmirlə bağlı 2000-dən sualı var. Nömrə səhifəmdə var. Girin oradan götürün, zəng eləyin, düzəldəyin. Qapısı işləmir, suyu qızdırmır, nəsə problem var, səs eləyir. Bu da təmir olunur. Amma keçirəm indi əsas məsələyə. Deyəcəksən çox uzatdın, denən görək qutar. Çünki heç kimin səbri qalmayıb. İndi hamı 10 saniyəlik videolardan daha çox qulaq asır. Bunlara yox, amma axıra qədər baxsaz, xüsusilə xanımlar üçün daha faydalı videodur. Yenə sualı təkrar edirəm. Sual nədir? Niyə paltarlardan ətir iyi gəlmir? Bu sualın cavabı. Baxın. Siz paltarlarınızı qoyursunuz, paraşoku tökürsünüz, proqramı seçirsiniz. Amma ətir vezini tökəndə, baxın, göstərim. Ətir vezi tökəndə paltaryana, baxın, burada maksimum sözü var, görürsünüz. Diqqətlə baxın, çəkirəm. Maksimum sözünün altında, yəni bura qədər göstərir ki, maksimumu bunu bura qədərdir. Baxın, görürsünüz. Siz əgər bu maksimuma qədər ətir vericini tökərsinizsə, bu düzgündür. Yox, əgər burada bir səhv var, maksimumdan çox tökərsinizsə, bunu elə bil ki, bura yox, evin kanalizasiyasının içinə tulladı. Yəni, bunun paltaryana heç bir xeyri yoxdur. Deyəcəksiniz, niyə ki, görsənlər ki, çox tökmüşəmsə daha çox iyi gəlsin də, elə deyil. Ətir verici qismindəki iş funksiyası elədir ki, əgər siz ətiri çox tökərsinizsə, anında onu kanalizasiyaya göndərir. Deyir, çox tökdün. Mən belə izah edeyim da sizə. Deyir, icazə yoxdur bu qədər tökməyə. Siz əgər maksimuma qədər töksəz və onun altında töksəz, bu düzgündür. Onda deyir, hə, bundan istifadə eləyəcəm. Bu ətirdən istifadə eləyəcəm. Nə vaxt? Yuyacam, qurtaracam, hər şeyi eləyəcəm. Ən axırda da bunu alıb paltarları və ətirləndirib sənə verəcəm. Deyir, əgər mən deyəni eləməsən, bunu sənə eləməyəcəm. Bu da sənə şərt kəsir. Ona görə siz də onun şərtinə əsasən həmişə baxın paltaryanda maksimum sözü haranı işarə göstərsə, oradan çox tökməyin. Maksimumun altında tökün. Söhbət ətir vericidən gedir. Ətir vericidən. Paraşoku da çox adam çox tökür ki, qəşəng yusun, o da ziyandır. 2-3 qaşıqdan çox olmaz, qətiyyən olmaz. 10 qaşıq da töksən eyni cürüyor, fərqi yoxdur. 3 qaşıq bunun normasıdır. Yəni ki, izah elədim ki, ətir verici tökürsüz, amma paltarlarda niyə iyi gəlmir? Videoya axıra qədər diqqətlə baxın, təkrar. Bu, bütün modellərə aiddir. Çalışın, maksimumdan çox tökməyin. Özünüzə yaxşı baxın, sağ olun. Daha maarifləndirici videolar istəyirsinizsə, əgər bu video sizin qabağınıza təzə çıxıbsa, sadəcə bir dənə like atın, kayd edin, saxlayın özünüzdə. Çünki kaydı mən bağlamışam. Ustalar mənim videolarımı götürür, öz adından paylaşırlar. Mənim səhifəm 115.000 izləyicisi olan səhifədir. Əgər bu başqa yerdə paylaşılıbsa, bilin ki, o səhifə mən deyiləm. O usta da mən deyiləm. Yəni ki, sizə bu videonu paylaşdım. Bir də takibə alın ki, baxın, bundan öncə çəkdiyim bir çox maarifləndirici videolar var ki, onları siz girib axtarmaqla maraqlı olmayacaq. Takibə alan kimi zaman-zaman, bir 3 saatdan, 5 saatdan, bir gündən bir o videoları qabağına çıxardacaq. Onlara da baxacaqsan, daha maariflənəcəksən paltaryanla bağlı. Özünüzə yaxşı baxın. Kiminlə sual var, yorumlarda da yaza bilərsiniz. Nömrəmdə səhifədə var. Sağ olun.